Zahrə müəllimə hazırsınız? Bəli, mənim hazır. Zahrə müəllimə, bir dənə mənə danışın. Sinifdə şagirdlər 3 mövzunu arda-arda mənimsəməyiblərsə, bu zaman nə edərsiniz? Əgər burada şagirdlər 3 mövzunu arda mənimsəmirsə, deməli burada mən təlim nəticəmə yenidən diqqətlə baxmalıyam. Bunu nəzərdən keçirməliyəm ki, yəqin ki, uşaqlarda məsələn qaranlıq qalan bir hissə var, qaranlıq qalan mövzular var. Təlim nəticəmi yenidən gözdən keçirdirəm və onların yaş səviyyəsinə, bilik səviyyəsinə, yəni onlara uyğun diferensial yanaşıb, hər şagirdin öz bacarığına uyğun mövzular yenidən təlim nəticəmi quraram. Bəli, ola bilər ki, bizim təlim nəticəmiz daha mürəkkəb olar. Şagirdlər onu mənimsəməkdə çətinlik çəkərlər. Dərsdən kənar əlavə uşaqlarla məşğul olaram həmişə. Onu da eləyə bilərsiniz müəllimə. Bir də o mənimsəməkdə zəiflik olduğu mövzuları yenidən aşılamağa öyrətməyə çalışaram. Ona uyğun fəaliyyətlərə cəlb edərəm, tapşırıqlara cəlb edərəm şagirdləri. Yəni o yəni işimi elə planlayaram ki, o mövzularda çətinlik çəkən şagirdlərin o çətinlik səviyyələrini aradan qaldırım. Deyə bilərsiniz müəllimə. Müəllimə, bəs yaxşı, interaktiv təlimi necə qurursunuz? İnteraktiv təlim o deməkdir ki, burada müəllim, şagird qarşılıqlı əlaqə saxlamalıdırlar. Burada interaktiv təlimdə şagird pasiv yox, informasiyanı qəbul edən və aktiv iştirak edən, dərs prosesində aktiv iştirak edən bir tərəf olmalıdır. Yəni əvvəlki ənənəvi üsuldan fərqli olaraq burada şagird quru əzbərləməklə, danışmaqla yoxdur. Dərs prosesində şagird bizə dərsin iştirakçısı olmalıdır, həm də ki, onu qəbul edən, ötürən, dərsdə hazır olan bir subyektlər bir olmalıdır. Bu cür təlimdə. İnteraktiv təlimin tələbi budur. Bax, müəllimə, bir də əlavə olaraq interaktivliyi təmin etmək üçün biz əməkdaşlığa əsaslanan, birgə fəaliyyətə əsaslanan tapşırıqlara sövq edəcəyik şagirdləri. Qrup işi verərəm, cütlərlə iş verərəm. İnteraktivlik nə zaman təmin olunur? Bax, onu kurikulum dərslərimdə də sizə öyrətmişdim. İnteraktiv, qarşılıqlı əlaqə, qarşılıqlı fəaliyyət üzərində qurulan dərs deməkdir interaktiv. Mən burada həm hansı qarşılıqlı əməkdaşlıqdan söhbət gedir, həm müəllim şagird, həm şagird arasında fəaliyyətdən gedir. Və bunu təmin etmək üçün mən qrup işi, cütlərlə iş, eləcə də mən siniflə iş verərək, müxtəlif birgə fəaliyyətlər, layihə işi təqdimat aparmaqla bunları burada sinifdə interaktiv bir mühit, interaktivliyi təmin etmiş oluram. Əlavə deyə bilərsiniz müəllimə. Bəs yaxşı, müəllimə, belə bir sual verilərsə ki sizə, risk qrupuna daxil olan uşaqlar hansıdır? Yəni bu valideynlərə ayrılmış şagirdlər daxildir. Ondan sonra valideynlərin birini itirmiş şagirdlər, sonra qəyyumluğa götürülmüş şagirdlər. Bunlar üçün ilk növbədə onlara fərdi yanaşaram. Məktəb psixoloqu ilə mütləq əməkdaşlıq etməliyəm ki, həmin şagirdlərlə bir yerdə işləsin. Hətta mən dərs keçdiyim sinifin birində də elə bir şagird var idi. Mən də onu heç bilməmişdim. Elə psixoloqla birgə, yəni o şagirdi həm dərs prosesində çalışırdım ki, yəni ondan ən çox dostluq münasibəti qurum, dost olum. Yəni çəkinməsin şagird. Belə şagirdlərdə biraz qapanma olur da özlərinə. Amma bir məqama diqqət edirik. Müəllim şagirdlə nə qədər pozitiv, xoş bir münasibət yaradırsa yaratsın, amma bu onların dost olması anlamına gəlməyəcək. Müəllim şagirdlə dost olmayacaq. Yəni o sərhəddi şagird bilməlidir. Müəllim hara qədər səbirlidir. Yəni burada deyək ki, pozitiv bir ünsiyyət, deyək ki, hörmət, humanizm, müəllim şagird arasında bir humanizm, empatiya hissi, demokratik bir ünsiyyət olacaq. Amma bu dost olma anlamına gəlməyəcək. Dost olma anlamını deyərsənsə, bu sənin üçün mənfi nüansdır Zahrə müəllimə. Onu qeyd edeyim sizə. Yaxşı müəllimə, dərs keçməyə necə başlayırsınız? Dərs əvvəl